Hamınıza salamlar dostlar. Mən Hüseyin. Bu günlər sizlərlə birlikdə yepyeni bir video ilə qarşınızdayım. Uşaqlar, videonun başından burada gördünüz məni. Çaşıb həmin o karyerimi, Qəbələ baş məşqçi karyerimi əlim dəyib sildim. Baxın, burada X olduğu kimi əlim dəydi sildim. Burada hələ də özüm şokdayım. Lakin yeni bir karyera başlayacağım. Uşaqlar, belə videoların davamını gəlməyi istəyirsinizsə, xahiş edirəm like atıb kanalıma abunə olmağı unutmayın. Bu üzücü xəbər həqiqətən bunu mən bilmədən etdim həqiqətən. Yəni çünki çox gözəl gedirdi karyeram. Yəni videolar da çox gözəl idi, amma bu xəbər biraz pis ola bilər. Amma yeni karyer eləyirik və bu səfər sıfırdan yaradırıq bu karyeri. İstəsə burada Golden Era 2006 və yaxud da Retro Legends 1998-i də oynaya bilərik. Hətta istəsəz Mineral da oynaya bilərik. Amma mən Product Pack oynayacağım. Yəni günümüzdəki paket. Burada məncə yarı profesional və yaxud da profesional seçək. Mən az oynadığım üçün, yəni daha doğrusu hardasa bu 4-cü və 5-ci oynadığımda o karyeram, yəni videolarda 4-cü, 5-ci oynadığım üçün yarı profesional seçirəm, kliplərə basıram. Azərbaycana basıb davam edəndə burada Karvan və Qəbələ məni qarşılayır. Əslində Qəbələyə keçə bilərəm yenidən. Qəbələ karyerası olaraq keçmək olar əslində. Nə işin olmasın ki? Nə iş olmasın ki? Amma yox. Qəbələyə keçməyəcəm. Heç Karvana da keçməyəcəm. Mən Almanya devam edə. Havelse və Vandermanfen'dan mənə təklif gəlir. Lakin mən bir izləyici mənə yazmışdı ki, buradan Türkçü Münheni seç. Türkçü Münheni də seçə bilərəm. Vaxtda bu klubları da seçə bilərəm. Ki, məncə yaxşıdırlar. Amma heç bunları seçmək istəmirəm. Mənim fikrimcə ən aşağılara biraz düşək. Burada Danimarkaya məsələn bassaq. Kolumbiya, yəni Kolumbiyada burada mənə Real Setadons'dan təklif gəlmişdi. Yəni bu klubdan göstərim ki, karyeramda hal-hazırda çox əla gedir bu klubda. Türkiyə liqasına bassaq, Kahramanmaraş var. Toplam piyasa dəyəri belədir. Əllərimizdə olan klub da belədir. Amma lakin zəifdir məncə klub. Aliaga da belə zəifdir. Mən biraz güclü klubda olmaq istəyirəm. Mən ən yaxşı uşaqlar gedim. Bütün ölkələrə bir-bir baxım və ən yaxşı seçimi seçim və sonra isə sizin qarşınıza görüşək. Uşaqlar, bir baxdım ki, millilərə baxım və millilərdən Avropaya basım və mənə Finlandiyadan təklif gəldi. Yaş ortalaması 27,2-dir və komandalarında çox güclü oyuncular var. Mən bir-iki dəfə belə profesional World Soccer Champions oynayanlarda görmüşdüm ki, milli takımın başına keçəndən sonra oradan çox gözəl kluba, məsəl üçün, nə bilim, Brighton'a, Brentford'a, belə klublara keçiş etmək olur. Məsəl üçün, Bournemouth'a, Juventus'a. Mən buna görə Finlandiyanın başına keçirəm. Yeni bir yolculuk başlıyor. Məncə bu karyeranın adını Hüseyin adlı bir baş məşqçi qoyaq. Baş məşqçi karyeramızın adını, yəni bu karyeranın adını şəhərlərdə bildirməyi unutmayın. Nə qoyum? Bunu bildirməyi unutmayın. Hətta sabitlənmiş yoruma da yazacağam bunu. Yarışmada iyi performans göstər. Dünya Kupası eləmə. Milli Futbol Federasyonu və tərəfdarları sizləri milli takıma davet ediyor. Sezon beklentiləri. Yarışmada iyi performans göstər. Dünya Kupası eləmə. Və oyuncularımızı seçirik. 81 yaşlı bir
qapıçımız var. Bütün oyuncuları bizə verdi. Biz indi seçəcəyik bunları. 27 yaş, 26, 23 yaşlı it. Mən birinci qapıdan başlayacağım. 2 dənə qapıçı var. Qapıçıları belə göstərir bir-bir. 22 yaş, 69. Burada bura başa düşmən. Değiştirmək istədiyiniz oyuncuyu tıklayın, Sinaslo yerinə Pauno dəyişdirirəm. Pauno oynasın məncə. Sonra mən uşaqlar ən yaxşı bunların hamısını edeyim. Ondan sonra sizin qarşınıza gəlim. Bəli dostlar, ən yaxşılarımızı qurdum. Gördüyünüz əsas heyətimiz belədir. Yəni əsas heyət dediyimiz şeylərimizə, yəni bütün milli kadromuz belədir. Devam etə bastıq. Bir sonraki maçımız Yunanistana qarşıdır. Haberlərə baxaq. Abi bir dəfə görmədim ki, mənim haqqımda xəbər olsun. Heç və olmur. Transfer olanda belə olmur. Yəni sən transfer eləyəndə başqasını. İndi öz komandamızı qura bilərik. Burada bir dəqiqə. Bu defans forması 66 siyah dendi. Kamaran belə ataq və yaxud da belə eləyək. Karyan belə oynasın. Pucci qabaqda oynayacaq. Yox, Pucci oynamayacaq onun yerinə. Burada 27 yaşlı Kayman oynayacaq burada. Ondan sonra burada 73 olsun. Ofans forması Johnson var. Aslında Johnson oynadaq burada. Kamaran 29, bunun 26. Bir şey eləyəcəyik. Hatta burada load falan da var. Uşaqlar, mən ən yaxşı dizilişimizi qurub gələcəm. Bəli dostlar, ən yaxşı halımız belədir. Yəni məncə çox gözəlik. Santrforda 72'lik Kalmanımız, sol tərəfdə Topi Keskiken 66 avrolumuz, ofansif orta saha ikilimiz Skaita və Kairinen, sağ kanatda Antman, defansif orta saha ikilimiz Siltanen, Kamara, stoper üçlümüz Ivanov, Koski, Alho və qapıçımız bir nömrəlimiz, təcrübəlimiz və kapitanımız 35 yaşlı Lucas Hardclay qapımızı qoruyacaq. Gördüyünüz kimi 72 defans, 71 orta saha, 72 atakıq. O zaman biz dengeli oynayaq məncə və 3 ulduzluyuq. Rəqibimiz Yunanistandır və 4 ulduzludur. O zaman biz Yunanistan maçına keçək. Yunanistan maçında özümüz oynayacağıq. İnşallah ki Yunanistanı məğlub eləməyi bacararıq. Və dərkən birinci dəqiqədə ataka çıxırıq. Burada Kairina'nın pası, top atır, Artmandadır. Artmandan içəri qət elədi. Artman 7 nömrəmiz, Artman. Uzaqlaşdırdılar burada topu. Hazırlıq masıdır bu ara. İndi Yunanistan ataka gəldi. Burada top Christos Tzolis'dədir. Tzolis'in pası Pavlidis. Gol vurdu Yunanistan. 1-0 etdi hesabı. 20-ci dəqiqəni keçdik. Artıq maçın son dəqiqələrinə ilk hissəsinin son dəqiqələrinə yaxınlaşırıq. Dərkən 42-ci dəqiqədə ataka çıxırıq. Burada top Siltanten'dədir. Belə bir pas. Benjamin Kalman. Geriyə oynayaq bir dənə belə. Burada belə bir pas. Abi içərini çox gözəl qoruyurlar. Belə bir zərbə. Son anda save. İlk hissə bitdi. 1-0 məğlub oluruq Yunanistana. Və Yunanistan 59-cu dəqiqədə ataka gəldi və Pavlidis gol vurdu. Bəli, çox güclüdür rəqibimiz, bunu unutmayaq. İndi dəyişikliklər eləyə bilərik. Johnson salaq Skaita yerinə. Ondan sonra
Rukkini salaq Kalmanın yerinə. Başqa 22 yaşlı 69 Valtanı oyuna salaq. Və belə ki, stoperimizi İvanovun əvəzinə salaq. Məncə belə yaxşıyıq. 70-ci dəqiqəyə daxil oluruq. 2-0 məğlub oluruq. Dərkin 66-cı dəqiqədə Antman topu götürdü və itirdi. Yunanistan 77-ci dəqiqədə ataka gəlir. Yunanistan milli yığması dərkən Lukas, qapıçımız Lukas topu götürür. 79-da yenidən gəlir Yunanistan və topu uzaqlaşdırır. Yunanistan 3-cü qol oldu. Oyunçularımız çox yorulur. Bilmirəm niyə belə yorulurlar. Belə sol kanadımızı da salaq oyuna. Başqa dəyişiklik eləyə bilmirik. Davam eləyək və maç bitdi. 3-0 məğlub oluruq. Yunanistana 3-0 məğlub olduq. Davam eləyək. Sıradakı maçımız Ruandaya qarşıdır. Bu maçı simulyasiya eləyək. 1-0, 2-0. Haydi gol. 3-4, 4-0 Ruandanı məğlub eləyirik. Yunanistanın acığını alırıq bir dəqiqə sonra. Gördüyünüz kimi hesab hazırlıq maçının sonuçları belədir. Finalisma kubokunu İspanya aldı. Dünya kupası eləmə Avropa. Biz var mı eləyirik burada? Biz Finlandiya olaraq var eləyirik. İsveçrə, Türkiyə, Norveç, Skotiya, buna axıra qədər baxaq. Polonya, Avstriya. Biz eləyirik ki Yunanistan Türkiyə ilə eyni qrupa düşdü. Yunanistanla Türkiyə. Görəsən Azərbaycan Dünya kubokunda varmı? Kovasa düşdü Türkiyənin. Və bəli, biz qrup D-də yer alırıq. Davam eləyə basa bilərik. Biz Dünya kubokunda, bir dəqiqə ona baxa bilərikmi aradansa? Dünya kupası. Dünya kubokunda Hollandiya, Galler, Slovenya, Litvanya olan qrupa düşürük. Qrup D-də yer alırıq. Və Azərbaycan yəqin ki burada yoxdur. Azərbaycan bildiyimiz Karadağ var. Var qrup F-də Azərbaycan da var. Qrup G-də İngiltərə çox asan kura seçib. Həmçinin Belçika və Almanya da həmçinin. Qrup J belə var. Uğurlar arzulayırıq Azərbaycan milli yığmasına və indi hal-hazırda görətdiyim Finlandiya yığmasına, indi hal-hazırda Litvanya ilə qarşılaşacağıq daha doğrusu. İnşallah ki Litvaniyanı məğlub eləyə biləcəyik. Dərkən atak sırası 5-ci dəqiqədə bizdədir. Belə bir pas verməyə düşündüm. Keçdi bu pas. Kesin belə ötürdü. Kalman, Benjamin Kalman gol vurur. 1-0 önə keçirir Litvanya qarşısında. Maçın artıq son dəqiqələrinə gəlib çatırıq və Litvanya 45-ci dəqiqədə ataka çıxdı burada. Qarşısına aldıq. Müdafiəçimiz Dupsik topu uzaqlaşdırmağı bacardı. 47-ci dəqiqədə uzatmaların 45+2-ci dəqiqəsində ataka çıxırıq. Belə bir pas, keçdi bu pas. Belə oynayaq. Haydi 14 nömrəmiz Kayrın. Belə bir zərbə. Kayrın. Möhtəşəm bir gol. Kayrın. Bizim o ofansif orta sahamızdır. Kayrın. İlk isə bitir. 2-0 məğlub edirik Litvanyanı. Gücümüz düşdü. Burada artıq dəyişiklik eləmək lazımdır. Sol kanadımıza oyuna salaq. Johnson oyuna salaq.
və Welton oyuna salaq. Davam edə bilərik. 57 dəqiqədə yenidən atak sırası bizdədir. Pasımızı verdi Johnson, daha doğrusu Johnson son anda top seyv eləməyə bacarırlar. İndi 60-cı dəqiqədə top yenidən 2 nömrəmiz Silaten'də və Thomas yenidən seyv eləməyə bacarır. Litvanya millisinin qapıcısı 65-də yenidən ataka çıxırıq. Belə bir pas verək. Yox. Orada mənim əslində fikrim başqaydı, lakin əməl olunan, həyata keçən başqa cür oldu. Serni ilə ataka gəldilər, lakin topu tutmağı bacardıq. Yəni ki, dəyişikliyi yenidən eləyəcəyik. Pukki oyuna daxil olacaq və Solis oyuna daxil olacaq. Belə. Davam edə bilərik. Finlandiya olaraq indi 79-cu dəqiqədə bir atak sırası daha bizdədir. Bu səfər top Alhodadır. Alo, birbaşa zərbə. Thomas seyv etdi, top yenidən Alhoya düşdü. Alho. Bir zərbə daha doğrusu bu pas olaraq oldu. Pucci golu vurdu. Alho çox gözəl 2 dənə zərbə indirdi. Bu topu isə Pucci dəyərləndirdi. 3-0. Hətta 82-ci dəqiqədə bir atak sırası daha. Pucci vurdu. Yandan getdi top. Ay ay ay. Maç bitdi. 3-0 Litvaniyanı məğlub etdik. Və qrupumuzda liderik. Bir sonraki maçımız Gallerə qarşıdır. Onlara qarşı dəngəli oynaya bilərik. Galler bu maçı da oynayacağıq. Galler 3-cü dəqiqədə ataka keçir. Zərbə, topu tuturuq. Lukas tutur bu topu. Gol fırsatı bekleniyor. Galler 30-cu dəqiqədə maçın 3'te 1'ində ataka gəlir. Burada topu uzaqlaşdırmaq lazımdır. Wilson'dadır top. Wilson ötürməsi. Haydi. Topu aldıq. Lukas topu götürməyə bacarır. İndi 30-cu dəqiqədə Finlandiyanın, yəni bizim atakımız. Ivanov'un pası. Skeita. Geri oynadı. Kayren'den möhtəşəm pas. Ay ay ay, zərbəni çəkə bilmədi. Burada imkan vermədilər. Dördüncü dəqiqədə ataka gəlir. Bu səfər top Kessiyen'dədir. Kessiyen'in möhtəşəm ötürməsi. Kalman. Benjamin Kalman bunu dəyərləndirir. 1-0 Gallerə. 1-0 uşaqlar görürsünüz. Yəni gecə bu videonu çəkirəm. 0044'dür. Lakin mən burada sizin üçün video çəkirəm. Xahiş edirəm, like atıb kanalıma abunə olmağı unutmayın. Artıq dəyişiklikləri əməl eləyə bilərik. Kayranı belə eləyək. Johnson'ı salaq oyuna. Ondan əlavə Skyton'ı belə eləyək. Walton'ı salaq oyuna. Sol tərəfə Mustang'ı və sağ tərəfə də Solison'u salaq və gücümüzü artıraq. İndi 65'də Galler yenidən ataka gəlir. Zərbə! Losan Lukas. Bu dəqiqə adı yazımdan çıxır bunun. Lukas Radekli. Lukas Radekli topu seyv eləməyə bacarır. Və 87-ci dəqiqədə bir atak sırası daha. Belə oynayaq. Benjamin Kalman yox. Düzgün, ay. Çaşdım burada, səhv bastım. Lakin top yenidən bizdədir. Belə bir uzun ötürmə. Oradan belə bir ötürmə. Benjamin Kalman bu səfər öz səhvini düzəldəcək. Zərbə, seyv Karl'dan. Galler'in qapıcısı Karl topu tutdu, lakin 1-0 Galler'i məğlub eləməyə bacarırıq.
hələ də Finlandiya ilə qrupumuza lideri və Elias Mastongas bu həftə yoğun bir şəkildə antrenman yaptı və genel anlamda bir overall kazandı. Bir dəqiqə, Mustangs bir overall kazandı və Kessi'nin artıq önünü kəsir. Formanı alır. Ondan formanı alır. İndi Sloveniyaya qarşı maçımız var. Uşaqlar, yəqin ki, bu maçdan sonra videonu yekunlaşdıracağam. Dediyim kimi, çünki gecə vaxtı çəkirəm bu videonu. Artıq 1 olur saat. İndi Sloveniya ataka gəlir. Qarşısına almaq lazımdır. Əla. Əla. Bir dəqiqə, bu bizim Koskit'də bu futbolçunun adı. Bəli, Will Koskit. Mən bu oyunçuları yadında saxlayayım. Mən bunu karyera modunda da alaram. William Koski yenidən uzaqlaşdırdı. Demək olar ki, eyni atak idi. Sloveniya 2 dəfə ataka gəldi. Haydi uşaqlar, indi atak sırası bizdədir. İlk hissənin son dəqiqələrinə çat gəlir. Və 43-cü dəqiqədə atak sırası bizdədir. Kalman belə elədi. Kalman Can Oblak. Bu dəqiqə yəni Can Oblak'tı bu, yəni hal-hazırda aktiv ən yaxşı qapıçılardan biri də oyunda. Benjamin Kalman Can Oblak'a düzgün zərbə endirmək üçün yer axtarır. Kalman dirəkdə partladı bu zərbə. Dirəkdə partladı. Kalmanın zərbəsi 0-0 ilə Sloveniya ilə. Oyunçularımız əməli başlı yorulub. Pukkini salaq oyna. Johnson'ı, Walton'ı və Kessikeni salaq. Bir də stoperimizi salaq oyna. Ivanov yerinə Mait'dən saldıq. 5 dəyişiklik elədim. Bəlkə də ondan da çox. Artıq maçın son dəqiqələrinə yaxınlaşırıq. Bizim gücümüz ne? Abi bizim basıncımız yüksəkdir. Ona görə oyuncularımız çox tez yorulur. Hiss elədim 0-0 bərabərə qalırıq Sloveniya ilə. Liga daha doğrusu burada ikinciyik. PSG Desire Doué 18 bir dəqiqə Doué zaten alınmışdı da. Guala Doué yəni şeyin neydi onun adı? Desire Doué'nin qardaşı Doué. Guala Doué'ni transfer elədi. PSG 2 qardaş bir komandada. Burada gördüyünüz transferlər belədir. Bizim haqqımızda heç bir xəbər yoxdurmu yəni? Ən azından bir yəni yaxşı performansımıza görə. Yoxdur. Heç olmaz. O zaman Hollanda maçına keçək. Bu Hollanda maçı çox çətin olacaq bizim üçün. O zaman buna görə defansifə keçəcəyik və basınçı düşüyə alıram. Və Hollanda maçına keçirik. İnşallah ki, istədiyimiz nəticəni əldə alarıq. Bu maçdan sonra yəqin ki, artıq videonu yekunlaşdıracağam. Dərsə 2-ci dəqiqədə o dəqiqə Hollanda ataka gəldi. Hardikli və qaydan topu Emega vurdu. 3-cü dəqiqədə 1-0 məğlub oluruq. Hollanda yenidən ataka gəlir. Zərbə. Lukas Hardikli seyv eləməyə bacarır. Hollanda yenidən ataka gəlir. Bu səfər qarşılığını alır Koski. Lakin yenidən ataka gəlir Malen'də və Koski yenidən. Koski müdafiədə devləşir. Haydi Finlanda. Haydi Finlanda millisi. Çıxır ataka. Dərsən Hollandiya yenidən ataka gəlir. Bu səfər heç kim saxlaya bilmədi Mickey Van de Ven'i. Oy. Hollandiya 2-0 məğlub edir bizi. Və biz heç bir şey eləyə bilmirik. Dərkən Lukas Hardikli top tutur. İndi 39-cu dəqiqədə atak sırası bizdədir bu səfər. Belə bir pas keçmədi bu pas. Hollanda 44-cü dəqiqədə yenidən ataka gəlir və Emeka qol vurur. 3-0. İkinci hissədə görə neyəcəyik? Artıq basıncı alaq.
Və bunu da dengeli eləyək. Artıq gol vurmaq sırası bizdədir. Amma atak yarada bilmirik. Və bəli, 84-cü dəqiqədə yenidən ataka gəlir Hollandiya. Və Frenkie de Jong gol vurur. Yəni Hollandiya çox güclüdür, bəli. Bunu bir anlamaq lazımdır. Hollandiya çox güclüdür. 4 top vurdular bizə. Və hazırda ən azından ikinci 7 xalımız var. 4 oyuna 2 qalibiyyət, 1 bərabərlik, 1 məğlubiyyət və 4 averajımız var. Məncə əladır. 7 xalımızla məhtəşəmik. Napoli transfer edib. Ne edeyim mən? Transfer edib Labella. Buradan sonra Hollandiya ilə yenidən oynayacaq. Əgər keçə bilsək, eləmə play-off'u 3 tur olacaq. Əgər keçə bilməsək, məncə ki keçəcəyik. Oyuncu statistiklərinə baxaq. Ən çox qol atanımız Marcus Valorsa, ən yaxşı oynayanımız Marcus Force'dur. Bir dakika, Force kimdir abi? Force kimdir? Biz olmayanda bu öz-özünə dəyişir edir. Yoxsa mən salmışam bu Force'u. Başa düşmədim. Gələcək ki, simulyasiya olanda Force daxil olub və qol vurub. Ondan sonra Topi Kessiken ən yaxşı yaxşı. Bizim bu Kalman 6 oyuna 3 gol vurup ve 6.3 rating şeyi verir. En golcumuz Benjamin Kalman, en çok asist edən Kessiken ve en yüksek orta derecesi ise 8 nöqtə dərəcə ilə Marcus Force'dur. Belə uşaqlar, gecə 1-də sizin üçün video hazırladım. Yəni ki, bu videoda məni başa düşərsiniz. Yəni, bilmədən Qəbələ karyeramı sildim. Və yeni bir karyer olaraq Finlandiyanı başa keçdim. Yenidən deyirəm, bu karyerin adı nə olsun? Şərtdə bildirməyi unutmayın. Bir videonun daha sonuna gəlirik uşaqlar. Kanalıma abunə olub videoya like atmağı unutmayın. Sağ olun, salamat qalın.